Elman müəllim dedi 2 həftəyə gözləmirəm, amma olacaq. Çünki vaxtın demək çətindir. Amma 2 həftə tamam olmamış oldu. Yəni olacaq demişdin. Olacaq demişdiniz, bəli. Siz niyə əmin idiniz ki, olmayacaq? Mən ona görə əmin idim ki, o zaman Trump özü də heç düşünmürdü ki, yaxud müharibənin olub-olmayacağı haqqında bəlkə də Trumpın da fikrində deyildi və son hadisələr Trumpı da məcbur elədi. Xüsusən də ki, İsrail və Yahudi lobbisi hansı hadisələr? O hadisələr ki, İsrail dedi ki, əgər Amerika Birləşmiş Ştatları hücuma keçmirsə, mən özüm hücuma keçirəm və İranı atəşə tuturam. Və onun bu ifadəni işlətməsi və həqiqətən Trumpın bilməsi ki, mən hücum etməsəm belə İsrail hücuma keçəcək və İranı atəşə tutacaq, raket atəşinə tutacaq və bu məcbur edir ki, Trumpı məhz İsrailin arxasında dayansın. Musa müəllim, neçə milyardlar xərclədi ki, ora donamanı və s. aparsın ki, bilmirəm. Və mən sizinlə razı. Məsələn, neçə milyardlar xərclədi. Əgər İran razı olsaydı və qəbul etsəydi. Seçki ilində. Və Amerika Birləşmiş Ştatlarının şərtlərini qəbul etsəydi, onda etsəydi, Trump qoşunu geri çəkməyəcəkdi. Musa müəllim, o etsəydi, o neçə milyardlar gəlməyi deməkdir. O onun xərcini ödəyəcəkdi, xərci borcunu ödəyəcəkdi. Amma hamımız bilirik ki, etməyəcəkdi axı. O şərtləri qəbul etməyi... İndinin özündə deyir ki, Elman müəllim ki... O şərtləri qəbul etməyi necə görürsünüz? Bax, elə o sual oradan başlayaq. Tutaq ki... Bircə dəqiqə, Səhid müəllim, Hüsaməddin bəy, xoş gördük, siz də qulaq asın. Hoş bulduk, merhabalar. Məncə büdcə hesablamaları ilə bərabər şərtləri qəbul edib eləməmək məsələsi də var idi. Kim bunu qəbul edə bilər? Şərti qəbul etmək deməkdir ki, rejim, sən çıx get, həmən məsələ. Amerika Birləşmiş Ştatlarının şərti bir dənə idi. O da ki, nüvə sahəsində, nüvə proqramında razı əldə etməlidir. Amma sonra İsrail məcbur elədi ki, deyirmək. Elçin müəllim, 3 həftə bundan qabaq, Elçin müəllim, 3 həftə bundan qabaq Vaşinqtonda Netanyahu, Trump danışıqları oldu. Həmin danışıqlar zamanı artıq müharibəyə başlamaq və bunlar hamısı həllini tapır. Özü sülh şurasından bir həftə qabaq getdi, vaxtından əvvəl getdi. Artıq bugün baş verənlər razılaşdırılmışdı və bu danışıqlar prosesində də möcüzə baş verə bilərdi ki, İran desin ki, bəli, Amerika 3 şərtin 3-ünü də qəbul edirəm, onu da bu razılaşdırmadan. Amerikanın şərti 3-dən deyil daxı o zaman. Mən əsas 3 şərti deyirəm. Hətta 4-cü şərt çıxacaq. Əlbəttə. 3 şərt olsa 4-cü şərt ki, qəbul eləməsin də. Yəni bunlar hamısı artıq bu labüd idi. Bu baş verəcəkdi. Onsuz da bu baş verə biləcəkdi. Sadəcə İrandakı hakimiyyət deməli belə olan vəziyyətdə təslimçilik ruhunda olsun. Desin, bəli, Vaşinqton bütün şərtlərini qəbul edirəm. Bunun İrandakı hakimiyyət üçün yaradacağı təhlükə və təhdid, onun nüfuzdan düşməsi bu bəlli məsələdir.